Yaşad Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhid övladları üçün növbəti qış düşərgəsi reallaşdırılır. 36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır. Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. İştirakçılar xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər. Mən burada ilk dəfə gələndə xizək haqqında məlumatım yox idi. Oradan minə bilmirdim. Soruşdum görən insanlar necə sürür. Artıq mən özümdə digərlər kimi rahat sürə bilirəm. Bəlkə də onların hər hansısa biri gələcəkdə qış idman növlərində ölkəmizi təmsil edə bilərlər. Bu eyni zamanda sosial bir layihədir. Onların yeni dostluqlarının qazanılmasına, dünya görüşünün inkişaf etməsində öz töhfəsini verir. İlin əvvəli olmağına baxmayaraq Yaşad Fondu sayca 4-cü layihəsini həyata keçirilir və bundan sonra da 2026-cı il üçün nəzərdə tutulan layihələr öz məqamında, öz zamanında həyata keçiriləcək.